Əlimdə Ekin Zakiroğlu. Buyurun, məsələ nədir? Məsələn, mahiyyəti ondan ibarətdir ki, bu ərazidə Teretel küçəsi ünvanında, keçmiş Teretel küçəsi ünvanında iki adı sökülüb həmin ərazi. Orada Asferovla mübahisə apardığı bir mənzil sahəsi var. Həmin mənzil sahəsi ilə bağlı ərazidə Samara rayon məhkəməsinin iyun 2024-cü il tarixli qərardadına əsasən həmin mənzilin söküntüsü İstilayev MMC-yə və Nəcəf Almaza qadağan olunmuşdur və həmin mənzil üzərinə həbs qoyulmuşdur. Teretel küçəsi 59 ünvanında yaşayan mənzil üzərinə. Hal-hazırda məhkəmə mübahisəsi davam edir. İş ali məhkəmədə araşdırılır. Lakin üzərindən bir ilə yaxın vaxt keçməsə baxmayaraq həmin ərazi sökülmüş. Söküntü yerində hal-hazırda tikinti işləri davam edir. Səsi gəldi buradan. Görsənməsə hasarın arxasında təməldə qazılıb və bina tikintisi davam edir. Bu ilə əlaqədar olaraq Samara İcra Şöbəsi tərəfindən ərazi oktyabr ayında aktlaşdırılmış dəfələrlə bildiriş verilmiş və söküntü tikintisi dayandırılması tələb olunmuşdur. Lakin söküntü tikintisi dayanmadığından İstilayev MMC barəsində inzibati protokol tərtib olunaraq Samara məhkəməsinə göndərilmiş və həmin protokol məhkəmə təsdiq olunaraq mülki üzümə cərimə olunmuşdur. Həmin protokoldan qarşı tərəf tərəfindən verilmiş apel şikayəti nəticəsində protokol qüvvədə qalmış, cərimə qüvvədə qalmış və materiallar Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir 2025-ci ilin yanvar ayında. Lakin bu günə qədər gedən müddət ərzində Ədliyyə Nazirliyinin İstintaq İdarəsi və Samara İcra Şöbəsi öz aralarında bu mübahisəni həll etməyərək cinayət iş açmamışdır. Və bunun nəticəsində elə mübahisə meyli oluna küllü miqdarda ziyan dəymişdir. Hal-hazırda material şəklindədir həmin o icra işinin sənədləri. Ədliyyə Nazirliyinin İstintaq İdarəsində müstəntiq Samir Alıyevin icraatındadır. Lakin bizdən gedib izahat da vermiş, izahat da verib, lakin indiyədək cinayət açılmıyor. Və tikinti işləri də davam edir. Bu günə Samara İcra Şöbəsi tərəfindən gəlib aktlaşdırılmalıdır. Göründüyü kimi icra məmurları gəlməyib və tikinti işləri davam edir. Məhkəmə mübahisəsi getməyinə baxmayaraq, məhkəmə tərəfindən söküntüsü qadağan olunmasına baxmayaraq, həmin mənzil sökülüb və bu ilə əlaqədar olaraq məsuliyyət cəlb olunmamışdır heç kəs cinayət məsuliyyətinə və müxtəlif bəhanələrlə bozadılar. Hörmətli vəkil, ümumiyyətlə tək bu Citylife deyil, bir neçə şirkətlər. Məhkəmə qərar qoyur ki, tikinti dayansın, yəni stok qoyulur ki, dayansın. Amma tikintinin işləri davam edir. Bunlar kimə güvənirlər? Nəyə görə məhkəmənin icrasını qanunla həll eləmirlər? Dayandırmırlar, özbaşınalıq edirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, məhkəmə üzərinə düşən öhdəliyi yerinə yetirir. Həbs qoyur, tikintini saxlayır. Lakin icra orqanları səhlənkarlığı nəticəsində həmin o qərarlar icra olunur. Dəfələrlə biz Samara İcra Şöbəsinə gelmişik, iradlarımızı bildirmişik, Ədliyyə Nazirliyində qəbulda da olmuşuq, iradlarımızı bildirmişik, lakin verilən tapşırıqlar və məhkəmə qərarı icra olunmuşdur. Bu da müxtəlif məmurların səhlənkarlığı nəticəsində baş verir. Lakin hal-hazırda iş material şəklində olsa da cinayət açılmalıdır. Çünki artıq əməl törədilib. 24-cü il oktyabrın 9-da bu sökülüb. Bu ilə bağlı şəkillər də var, video görüntülər də var, aktlaşdırılıb da, bildiriş də verilib İstilayev MMC-yə. Onlar da heç bir etirazlarını bildirməyiblər. Bu deməkdir ki, niyyətləri dolayısıyla olsa da bunu qəbul ediblər. Lakin müxtəlif məmurların səhlənkarlığı nəticəsində bu cinayət açılmır və təqsirkarlar məsuliyyət cəlb olunmuyor. Öz işlərini davam edirlər. Əlbəttə ki, tikinti davam edir. Yəni göz qabağındadır. Burada gizlətməli bir şey. Hasar olsa da kran buradadır. Bir ərazi İş davam buraxmalılar. edir, səsindən də görürük. İndi birazdan girib baxacaq. Düzdür, mühafizəçilər qoymadı, dedi ixtiyarımız yoxdur həyətə girməyə. Asif Ələmovun öz həyəti olmağına baxmayaraq, evləri sökülməyinə baxmayaraq icazə vermirlər ora girməyə. Çox sağ olun, təşəkkür edirəm. Buyurun, sağ olun. Özünüzü təqdim edin xərcini. Mən Əlamov Asif Meyloğlu. Şirkətiniz kimdəndir? Mənim şirkətim Hansı şirkətlərdir? Citylife şirkətinin, MMD şirkətindəndir mənim şirkətim. Burada mənim məhkəmə qərarına həbs qoyulub, mənim burada alacaqlarım var. Bununla bağlı nə bu günə kimi məhkəmə qərarına icra olunmur. Citylife mənə aldadır.
elə yalan vədlər verməklə həmişə alladı bu günə kimi gəlib çıxıb. İndi mənim vəkilim də Elçin Kərimli də bu barədə geniş ətraflı izah verdi. Ancaq mən çox geniş izah verməyəcəm. Ancaq onu bilirəm ki, bu günə kimi məhkəmə qərarı var, icra olunmur. Paşa Paşazadə deməli icra mamiridir. Pərviz Zəkərəliyev bu günə kimi tikintini saxlamırlar. Məhkəmə qərarı var. Heç bir məsuliyyət hiss eləmirlər. Alan vədlər deyirlər. Bu günə kimi baxın. Görəsən bunların nə maraqları var ki, dövlətin qoyduğu məhkəmə qərarı icra olunmur. Məyər bu dövlətin öz qarantı deyilmi konstitusiyaya bunlar əməl eləmir. Onun hüquqlarına hörmətən yanaşılmır. Məhkəmə qanunları icra olunmur. Dəfələrlə biz televiziya kanallarında bu şirkət haqqında şikayətləri eşitmişik, görmüşük. Rafael müəllim çıxıb açıqlama verir. Bəs niyə görə həll eləmirlər vətəndaşın şikayəti? Axı sizin əlinizdə məhkəmə qərarı var. Mənim əlimdə məhkəmə qərarı da var, icra olunmur, yalan vədlər verir. Və indi mənim kimi vətəndaşlar da yəqin ki, çoxdur ki, onlar da bax belənçi qalıb küçələrdə. İcra olunmur. İkinci şirkəti isə bütün məhkəmə çıxartdığı qərarlara hörmətsiz yanaşır, dövlətin qanununu saymır. Qərəzli surətdə demək istəyir ki, dövlət də mənəm, qanun da mənəm. Müraciətin kimədir burada? Burada mənim müraciətim prezidentədir və onun xanımınadır, dövlətin başçılarınadır, aidiyyəti qurumlaradır ki, mən xahiş edərdim ki, mənim pozulmuş hüquqlarımın bərpa olmasına köməkli eləsinlər. Çünki bu dövlətin adını da, imicinə də ləkədir. Beləncə şirkətlərin bu cür qanunsuz əməlləri dövlətin də aşağılayır və imicinə ləkə vurur. Vətəndaşın gözündə kiçildir. Vətəndaşın etibarını əlində alır, vətənə dövlətə olan etibarını əldən aparır. Aradan aparır. Ona görə də mən dövlət başçısına xahiş edərdim ki, belə şirkət rəhbərinə qarşı ciddi tədbir görsünlər ki, xalqın bu qədər əziyyətlərə, yəni pozulmuş hüquqlarını pozmasınlar. Onlara hörmətlə yanaşıb onların haqlarını ödəsinlər. Dəymiş ziyan ödənilsin. Mənim işim hal-hazırda Bakı şəhər Ədliyyə Nazirinin Baş İstintaq İdarəsindədir. Ancaq işlər orada da hələ də yubanır, ləng gedir. Onunla bağlı da xahiş aidiyyəti qurumlara ki, cinayət işin açılmasında mənim pozulmuş hüquqlarımı, mənə dəymişlərin ödənilməsində köməkli etməsini xahiş edərdim. Bu şirkətin sahibi kimdir, əsl sahibi? Bu şirkətin sahibi Mirzəyev Rafael burada icraçıdır, Afiq müəllimdir. Afiq müəllimdir buranın icraçısı. Yəni bu burada təhdisçidir Afiq müəllim. Amma icraçı direktor burada Rafael Mirzəyevdir. Afiq müəllimi harda oturur? Afiq müəllim demək olar ki, bir çox yerlərdə onun şirkət olduğuna görə bir yerdə oturmur. Dəqiq olduğu yer yoxdur. Bəli. Dəyərli izləyicilər, xatırladım ki, Afiq Əlamovun vaxtı sahədə xəbərsiz evin əşyaları qarşılıq 5 il söküb dağıdıblar. Afiq Əlamov bu günə qədər mübarizə aparır. Haqq səsinə, haqq verilmək istəyir, dövlət başçısından kömək istəyir. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Təşəkkür edirəm.